Salam əziz izləyicilər. Bugün sizlər üçün qısa bir fraqman kimi danışacağım. Bütün müharibələrin ortaq nöqtələri və qarşıdakı məsələlər uğrunda aparılan mübarizələr. Bu haqda biraz məlumat verək. İlk olaraq mən toxunmaq istədiyim mövzulardan biri nədir? Bitmək, tükənmək bilməyən bəzi dövlətlərin, baxın, bəzi dövlətlərin bitmək, tükənmək bilməyən nəfsləri daha çoxunu istəyir. Əlində olan kifayət eləmir və daha çoxunu istəyir. Belə deyim, ilk dəfə olaraq maraqlı bir fikir səsləndirəcəm sizlər üçün. Baxın, Rusiya və İran. Bugün mövzumuz Rus və İrandır, amma sizə maraqlı meyarları niyə deyirəm? Baxın, Rus-İran arasında biz bildiyimiz kimi ilk dəfə Gülüstan var, Gülüstan müqaviləsi var və Türkmənçay var. Türkmənçay. Bu qeydləri aparın. Çünki sizlər üçün maraqlı olacaq bu qeydləri eləməyiniz. Bu cür qeydləri eləyin. Çünki həqiqətən maraqlı bir situasiya yaradacaq. Bildiyimiz kimi 1813 Gülüstandır, 1828 Türkmənçaydır və bu hər ikisi hansı regionda gedir? Cənubi Qafqaz. Cənubi Qafqaz regionunda artıq ortaq niyyətlər fazasında gedir. Belə deyək, onların əsas istəyi Azərbaycanı, hər iki dövlətin istəyi Azərbaycana tək tərkibdə sahib olmaq idi. Niyə? Rusiya tamamilə Azərbaycanı istəyirdi, İran da onu kimi. Amma ortada belə bir məsələ var idi. Bu illər öncə idi. Baxın, görün, 19-cu əsrdən danışırıq. Haradasa artıq 200 ildən yuxarı bir zaman keçir və Türkmənçayın da 200 illiyinə bir neçə qısa ilimiz var. İndi gəlin baxaq vəziyyətə. Və tarix təkərrür eləyə bilərmi? Doğma Azərbaycanın, doğma yurttaşlarımızın bizə birləşməyi mümkündürmü? Gəlin bu meyarlara, müharibə ocaqları ilə başlayaq. Baxın, bu cür bir qrafik formasında siz belə qeydləri aparır və hər iki qıraqdan ayrı-ayrı olaraq mən bütün müharibələrin ortaq və fərqli cəhətlərini izah üçün yazacağam. Bir qırağa yazıram ortasından. Yəni, Cənubi Qafqazda müharibə ocağı kimi əvvəl Azərbaycan üçün mübarizə aparırlar. Amma bugün Azərbaycan Qarabağ müharibəsi ilə neynədi? 2-ci Qarabağ zəfəri ilə qələbə çalaraq öz doğma yurdunu qaytardı. 2-ci Qarabağ müharibəsi. Bunu belə bu şəkildə belə qeyd edirik, özümüz üçün qeydiyyat aparırıq və keçirik növbəti səhniyə. Rusiya-Ukrayna. Rusiya-Ukrayna. Burada məsələ bizim üçün ortaq nəticələri tapmaq deyil. Amma Rusiya və İranın keçmişdəki sövdələşmələrinə istinad etmək istəyirik bugün. Rusiya-Ukraynanı bilirik. İllərdir davam edən müharibədir. Digər bir məsələ. Bugün hansı müharibə ocaqları alovlanıb? Baxın, İsrail-Fələstin var. Fələstin var. Bitmək, tükənmək bilməyən bir müharibədir. Davam edir. Və İsrail-İran. Çox maraqlıdır. İran qoşuldu. Ortada bir dənə maraqlı bir fraqment yaradacağım sizlər üçün. İran həmişə hamını bir-birinə düşürməklə öz mənfəəti hesabına özünü qorumağa çalışan bir dövlət. Nətər o olur Siyonist rejim olan İsraillə kəllə-kəlliyə gəlir. Bax, bu çox ayrı bir məsələdir və maraqlıdır həqiqətən. Bunu bir neçə gündür bu haqda fikirləşirdim, amma bu gün danışmaq mənim üçün daha uyğun oldu və Rusiya Avropada özünü göstərməyə çalışır. Düzdür, Rusiya belə deyək də Ukraynanı ələ keçirtməklə neynəməyə çalışır? Yəni, sakit dayanın. Vaxtilə Rusiya bunu kimə qulaq vurması eləmişdi? Gürcüstan. Bax, Gürcüstan. Gürcüstana bunu niyə elədi? Yəni, məndən icazə almadan, yəni Avropa Birliyidir və ya Avropa İttifaqıdır, bu xəyallara getmə dedi.
Və bu qulaq vurmasını Gürcüstana verdiyinin eynisini indi kimə eləyir? Ukraynaya. Niyə? NATO'ya üzv olma, Amerikaya güvənmə deyə. Baxın, bu Rusiyanın bəhanəsidir ki, sən NATO'ya üzv olub Avropaya güvənirsən falan. Bu şəkildə Ukraynanın təzyiq altında saxlayır. Və İsrail isə İranla öz mənfəəti üçün müharibə aparır. Heç kimə görə yox. Nə Fələstinə görə müharibə aparmır, dinc əhali qırılır falan, bu şeylərə heç bir istinad etmirik. Sadəcə şagirdlər üçün bu videonu çəkdim. Bir hardasa 5-6 dənə tələbəmiz var ki, onlar bizə müraciət edərək bildirdi ki, müəllim deyil. Bəs siz nəyə görə İranı dəstəkləmək istəmirsiniz? Yəni, nəyinə görə? Misal, belə bir dini amillə yanaşdı ki, misal biz sünniyik deyək, onlar şiyədir, bizdə də şiyələr qarışığı var, belə. Mən bildirdim ki, xeyr, əsla. Mən dini bölməyi sevmirəm və heç bir halda din bölgüsünü qəbul etmirəm. Rəbbimizə hər birimiz dua edirik və hər birimiz belə deyim, Allahın adını tutub namaz qılırıq, belə deyim ki, ibadətlə məşğul oluruq. Bu ayrı bir məsələdir, dedim. Heç bir aidiyyəti yoxdur. Dedi, bəs niyə görə İrana nifrət edirsən? Mən ona sadəcə bildirdim ki, şəhidlərimizin tökülən qanlarında İranın da əli var. Və bu, qarşımdakı şagirdlərdə bir xof yaratdı ki, niyə müəllim, niyə belə düşünürsünüz? Dedim, 2-ci Qarabağ müharibəsində İran kimi dəstəkləyirdi? Dedilər, Ermənistanı. Baxın, müsəlmandır və Ermənistanı dəstəkləyir, xristiyanı dəstəkləyir. Aha, ortada belə bir sual oldu. Niyə? Deməli, onun orada mənfəəti var. Və bu mənfəət qardaşlıqdan, canlıqdan üstündür. Müsəlmanlıqdan belə üstün olan İranın özünə məxsus mənfəəti. Və bugün mən İranı ona görə sevmirəm. Çünki bizim orada şəhid olanlar bizim qardaşlarımızdır. Yəni, vətən üçün döyüşərək canımız bahasına Qarabağı alan bizim qardaşlarımızdır. Və həmin o İrandır ki, həmin vaxtda 2-ci Qarabağ zəfərində neynədir? Satqınlıq elədi, şərəfsizlik elədi. Bunu belə qəbul edək. Çünki bəziləri bunu qəbul eləmək istəmir. Amma keçmişi unutmayaq ki, gələcəyi qura bilək. Əsas məsələmiz budur. Keçmişi unutduğumuz an bizim bitdiyimiz andır. Həmişə bu səhv eləmişik. Ermənistana neçə dəfə güzəşt elədik? Hər dəfə bizi arxadan vurdu. Deməli, nə etmək lazımdır? Bir səhvdə silmək lazımdır. Çünki hər bir dövlətin öz mənfəəti öz üçün güclüdür. Bugün İran bizi 2-ci Qarabağ müharibəsində arxadan zərbə vurubsa, bitdi o iş. Cənubi Azərbaycanlı qardaşlarımıza bunu şamil etmirəm. Çünki bunu eləyən Fars rejimidir. Yəni, məsələ budur. Dövlətin strukturu Farsların əlindədir və Fars rejimidir bunu eləyən. Və mən bugün də deyirəm. Yenə də deyirəm ki, söhbət İsrail Siyonistdir, ya İran Şiyədir deyə görürsünüz, heç birini ayırt eləmirəm. Amma bizə Ermənistanla müharibədə, erməni ilə müharibədə dəstək kimlər oldu? Ən birinci Türkiyə. Həqiqətən. Yəni, əlindən gələn elədi və yanımızda da durdu, axıra kimi. Kim durdu? Pakistan. Bəli. Dəstəkləri kim verdi? İsrail də dəstək oldu. Bizə. Amma İran Ermənistana dəstək oldu. Və bu, bizim bugün biz müsəlmanıq deyib bəziləri başlayır ortadan danışmağa. Amma düşünək, bizim orada şəhidlərimiz var. Və mən o şəhidlərin qarşısında baş əyirəm, öz şəhidlərimizdir, canımızdır. Biz bu tarixi heç zaman unutmarıq. Onlar bizim qardaşlarımızdır, şəhidlərimiz və biz onları heç vaxt unuda bilmərik. Və bugün mənə verilən sualın cavabı indi hər kəsə aydın oldu ki, niyə görə İranı yox, mən İsraili orada haqlı görürəm. Yəni, bir millətin qırılmağına görə yox, millətin qırılmağına görə yox. Gözünüz İsrail haranı vurur, əsas hədəfləri. Bir dənə fikir verin.
Niyə Cənub Azərbaycanı vurmur? Niyə Ərdəbili, Meşkini, Urmiyanı, Təbrizi vurub dağıtmır? Nəyə görə? Nəyə görə Fars rejiminin xüsusi təyinatlı nöqtələrini vurur? Bir dənə düşünün. Yəni, bu gün də biz İrana heç vaxt güvənə bilmərik. Və bəziləri üçün müqəddəs torpaq axtarırsınızsa, həcc ziyarəti qəbul olunur Səudiyyə Ərəbistanda, Kəbədə, yəni buyurub ora gedə bilərsiniz. İran faşizmi bir qoludur və bu gün də onlara biz mənfəət hesabı kömək etməməliyik. Çünki niyə? Bizim üçün ancaq bir dənə amalımız var, bizim müqəddəs yerimiz. Bu dəqiqədə 2-ci Qarabağ zəfərində uyuyan şəhidlərimizdir. Onları gözümüzün qabağınızda gətirin və bəzilərinə səslənirəm. Və İran şovinizmi, valla İsrailə sionist deyir, amma İran sionistdən də keçib. Yəni, mənim üçün elədir. Qəbul eləmirəm İranı. Yəni, bu cəhətinə görə. Yəni, gördünüz ki, burada din birliyi söhbəti getmədi. Əsas məsələ nədir? 2-ci Qarabağ müharibəsini unutmamalıyıq. Və gördünüz müharibə ocaqlarını necə yarandı? Və ilk dəfə mən bu meyarı niyə verdim? Baxın, Rus-İran müharibəsində həmişə ortada bizi əzdilər. Amma bizim müharibədən sonra Rus-Ukrayna və İran-İsraildə müharibə aparır. İsrail-İranda müharibə aparır. Fərq etmir. Amma biz özümüzə məxsus torpaqlarımızı almışıq və tapdaq meydana deyilik. Əsas məsələ budur. İndi burada əsas qüvvələr prinsipi nələrdir? Azərbaycanın həmişə daimi qardaşlığında yanında Pakistan və Türkiyə olacaq, daima da davam edəcək. Çünki biz onların bizə etdiyi köməyi və bizim onlara etdiyimiz köməkləri unutmarıq. Hər şey qarşılıqlı olduğu üçün adi qardaş-qardaşa belə nəyi sağlıq verə bilir. Yəni, bugün hər hansısa bir 5-6 dənə nəfərə görə bütün xalqın adından heç kim heç nəyə görə cəza çəkməsin. Sadəcə düşünün, hər bir şeyi qərarlaşdırın və bu cür belə bir qrafik meydana çıxacaq. İnanıram ki, bu qrafiklərdə sizin üçün uğurlu olacaq. Çünki niyə mən bu sualı izah elədim? Düşündüm ki, indiki fürsətdə gözümüz görür, canlı, onu dəstə əzbərləməyə ehtiyac yoxdur ki, faktiki olaraq gedən proseslərdə. Ola bilər ki, imtahandır, sualdır, dəyişim ola bilər və sualdan nə eləmək olar? Ortaqlaşma çıxa bilər. Bütün hamısını qeyd elədim. 2-ci Qarabağ müharibəsi, Gülüstan-Türkmənçay müqavilələri, Rusiya-Ukrayna müharibəsi və İsrail-İran müharibələri və bunların ortaq fərqli cəhətlərini də sizlər üçün izah elədim. İnanıram ki, buradan bir nəticəyə gələ bildiniz. Yəni, bunun üçün kitabda uzun dərs oxuyun, filan yeri vurdular, qayıtdılar, getdilər, oranı vurdular deyə bir şey izah etmədim. Sadəcə ortaq nəticəni göstərdim və sizlər üçün inanıram ki, aydınlıq gətirə bilmişəm. Hər birinizə gözəl insanlar, dinlədiyiniz üçün təşəkkür edirəm. İnanıram ki, gələcəkdəki uğurlarınızda ən azından bir istiqamət vermiş ola bilərəm. İkinci şansda hər birinizə uğurlar. Düzgün seçim üçün, ixtisas seçimi üçün müraciət edə bilərsiniz. 077 318 63 29. İxtisas seçimi ilə bağlı nə suallarınız olsa, ixtisaslarla bağlı məlumat almaq istəsəniz, hər birinə cavab yönləndirilir, verilir, danışıqlar aparılır, konsultasiya olunur. Hər birinizə kömək eləməyə çalışıram. Uğurlar uşaqlar. Hər birinizə uğurlar, dəyərli abituriyentlər. Gələcəkdə peşə sahibi sizlər olacaqsınız. Uğurlarınız bol olsun həmişə.